Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Deməli, bugün yeni bir mövzumuz olan kəsr mövzusuna baxırıq. Kəsr anlayışı, birinci növbədə kəsr anlayışlarına baxaq, daha sonra hər birinə uyğun sual izahlarına da baxmış olacaqsınız. Deməli, kəsr anlayışı nədir? Ümumiyyətlə, kəsr xətti, baxın, belə bir xətt çəkilərək kəsr xətti çəkmiş oluruq. Kəsr xətti, biz buna təkcə kəsr demirik. Biz kəsr deyəndə nisbətdir, kəsrdir, bölmədir. Bunların hamısına bir yerdə eyni bir anlayış kimi baxırıq. Nə deməkdir bu? Bax, biz bu kəsr xəttini çəkməklə, məsələn, tutaq ki, 16-nı biz bölürük 4-ə, düzdür? Biz 16-nı 4-ə bölürük, yalnız bu formada yaza bilmirik. Məsələn, bunun müxtəlif cür yazılış formaları ola bilər. 16-nı kəsr xəttinə 4-ə də bölə bilərik. 16-nın 4-ə nisbəti kimi də deyə bilərik buna. Və yaxud da ki, 16-nı kəsr xətti çəkərək 4-ə də bölmüş oluruq. Yəni, deməkdə məqsədim nədir? Yəni, bu nisbətdir, nisbət. Daha sonra kəsrdir, kəsrin elə özüdür. Bir də nədir? Bölməməlidir, bölmə. Nisbət də bu formada işarə olunur. Kəsirdir, belə bir xətlə, bölmədə yenə də 2 nöqtə ilə işarə olunur. Belə də deyə, bəzən belə də görürük biz bölməmələrini. Fərqi yoxdur, eyni bir əməldir. Yəni, nisbətdir, kəsirdir, bölmədir. Bunların hər birinə biz eyni anlayış kimi baxırıq. Məsələn, tutaq ki, bəzi məsələlərdə sizə verəcək ki, məsələn, 1-in 2-yə nisbəti formasında. Nisbət deyəndə müəllimlərin çoxusu çaşqınlıq yaradır ki, çoxsunda deyir ki, məsələn, nisbət deyəndə ağlımıza bir şey gəlmir. Amma nisbət ilə bax, məsələn, 1-in 2-yə nisbəti deyəndə 1 bölünsün 2 kimi yaza bilirik. Bunu kəsr xətti ilə yazsaq 2-də 1 kimi yazarıq. Yəni, 1-i 2-yə bölürük. Elə, bax, bölmə kimi də yazsaq, elə bunun özü bölmə kimi yazmaq deməkdir də. Yəni, 1-in 2-yə nisbəti həm də 1 kəsr xətti çəkirik, sonra məxrəcdə 2 yazırıq. Bu arada kəsr xətti, bax, bu xətt kəsr xətti adlanır. Buna biz nə deyirik? Kəsr xətti. Kəsr xəttinin bu hissə, yuxarı hissəsi onun sürətidir. Aşağı hissəsi onun nə idi? Məxrəcidir. Deməli, kəsr xətti, bu düz xətə biz kəsr xətti dedik. Yuxarı hissədə sürətdir, aşağı hissədə məxrəcdir. Yəni, biz bunları tanımalıyıq ki, sonradan, məsələn, toplanılmasıdır, çıxılmasıdır, vurulması, bölünməsidir, nə bilim, ədədin hissəsinin tapılmasıdır, sonra hissəsinə görə ədədin tapılması, hər birini müəyyən bir, hər birinin qaydası var da, onu qaydanı yadımıza salarkən sürət və məxrəci bir-birinə qarışdırmamaq lazımdır. Deməli, baxırıq bu hissəyə, yəni kəsirlərin bölünməsinə, yəni kəsirlər 3 yerə bölünür. Düzgün kəsirlər, yəni düzgün olan kəsirlər, düzgün olmayan kəsirlər, bir də nə deyirik? Qarışıq kəsirlər. Düzgün olan kəsirlər nədir? Məxrəci sürətindən böyük olur bu kəsirlərdə. Baxın, yazmışam burada. Düzgün olan kəsirlərdə məxrəc sürətdən böyük olur. Nə deməkdir bu? Bax, görürsünüz, burada da qeyd eləmişəm ki, məxrəc sürətindən böyük olan kəsirə biz düzgün olan kəsir deyirik. Məsələn, nümunə olaraq deyə bilərəm ki, 16-da 4. Görsən, məxrəc böyükdür, sürət balacadır da, düzdürmü? Məxrəc əgər böyükdürsə, biz buna deyirik düzgün olan kəsir. Və yaxud da 2-də 1, 10-da 4, sonra 12-də 8. Yəni, məxrəclər kiçik olduğu müddətcə, sürətlər kiçik olduğu müddətcə biz hər birinə düzgün olan kəsir kimi baxırıq. Məxrəc, deməli, sürətindən böyükdürsə, biz bu kəsirə düzgün olan kəsir deyirik. Bəs düzgün olmayan kəsirlər nədir? Düzgün olmayan kəsirlərdə məxrəc bu dəfə böyük olur. Yəni, düzgün olan kəsirlərdə məxrəc böyükdür, amma düzgün olmayan kəsirlərdə sürət böyük olur. Yəni, tutaq ki, 4-də 5. Görsən, sürət biz buna deyirik də, 5-in özü harada yerləşir? Sürətdə yerləşir. Sürətdə yerləşir və məxrəcindən, yəni bu 4-dən böyükdür. Buna biz dedik düzgün olmayan kəsir. Və yaxud da 16-da 20. Buna biz 20 bölünsün 16 da deyə bilirik, fərqi yoxdur. Kəsir kimi desək 16-da 20. Sürət böyük olduğu müddətcə biz buna nə deyirik? Düzgün olmayan kəsir deyirik. Bir də var qarışıq kəsirlər. Qarışıq kəsirlərə də tamı olan kəsirə deyilir. Yəni, qarşınıza çıxar mütləq ki, tutaq ki, deyir 2 tam 4-də 1. Bax, görsən tamı var.
Yəni 2 dənə tamdır. Bax belə deyim də, bax bunu belə izah eləyə bilərəm. 3 dənə belə bir xətt çəkim. Bax belə hər birini 4 hissəyə ayırıram. Hər birini 4 hissəyə ayırıram. Bunların hamısı bax belələyək. Bunların hamısı içi dolub. Yəni bu 4 hissənin 4-ü də dolub. Bax bu ikisinin hamısı dolub. Amma burada bir hissəsi dolub. Buna biz nə deyirik? 2 tam 4də 1-ə. Yəni 2 tamdır, ikisi tam dolub. Bunun isə kəsr hissəsinin isə hamısı dolmayıb, 4-dən 1 hissəsi sadəcə dolub. Ona görə də biz buna nə deyirik? Qarışıq kəsir deyirik. Daha sonra qarışıq kəsirlərin düzgün olmayan kəsirə çevrilməsi nədir? Yəni qarışıq kəsirləri biz düzgün olmayan kəsirə çevirmək üçün mütləq ki biz bura bir dənə qarışıq kəsir yazaq. Məsələn, yazıram 2/5-də neçə yazaq? 2/5-də 3 olsun. Bu qarışıq kəsirdir də, düzdür? Çünki tamı var. Biz bunu düzgün olmayan kəsirə çevirmək istəyirik. Düzgün olmayan kəsirdə nə idi? Sürəti məxrəcindən böyükdür. Bu zaman nə edirik? Bax, buradakı məxrəc olduğu kimi qalır 5. Olduğu kimi qalır. Həmin bax buradakını. Tamı məxrəcə vururuq, yəni 2-ni 5-ə vururuq, üzərinə yuxarıdakı sürəti gəlirik. 2 5-in 10, üzərinə 3 gəldim, oldu neçə? 13. Buna biz deyirik 5-də 13. Əgər 2/5-də 3 deyiriksə və bunu deyiriksə qarışıq düzgün olmayan kəsirə çevirin, mütləq ki məxrəc olduğu kimi qalacaq. Kəsirin tamını məxrəcinə vurub üzərinə də sürətini gəlsək, sürətdə yazmış olacaq. Bax, burada yazmış olacaq. Eyni ilə bir də onu deyim ki, bax 2/5-də 3 demək 2 üstə gəlinsin 5-də 3 deməkdir. Bəzi müəllimlər burada elə bilir ki, 2/5-də 3 demək 2-ni bunun ortasında vurma var. Vurma yoxdur. Əslində toplama var. Yəni 2/5-nin üzərinə 5-də 3 gələndə ümumi olaraq 2/5-də 3 vermiş olur. Daha sonra nə yazaq? Məsələn, başqa bir nümunə yazaq. Tutaq ki 6/4-də 2. Bunu gəlin biz düzgün olmayan kəsirə çevirək. Bu zaman nə edirik? Dediyim kimi yenə məxrəc olduğu kimi qalır. Tamı məxrəcə vurub üzərinə sürəti gəlirik. 6/4-ün 24, üzərinə 2 gəlirik. Neçə olur? 26. Deməli, 4-də 26 həm də 6/4-də 2 deməkdir. Bir-birinə bərabərdir. İndi bax, bundan əgər biz düzgün olmayan kəsiri qarışıq kəsirə çevirmək istəsək, görün burada yazmışam ki, yox. Düzgün olmayan kəsir qarışıq kəsirə çevirmək istəsək, bax 26-nı gəlin 4-ə bölək. 4-ə bölürük. Neçə düşür? 26-nın içində 4, 6/4-ün 24 eləyir. Qalıqda 2 qalır. Düzdür? Bax 6 demək, bax buradakı cavab, yəni natamam qismət, onun tamıdır. 6-nı yazırıq, kəsir xətti çəkirik. Məxrəc yuxarıda da olduğu kimi qalır, yəni 4. Qalıq isə kəsirin sürətinə yazılır. Bax 6/4-də 2. Eynən 4-də 26-nı biz qarışıq kəsirə çevirsək, 26-nı 4-ə bölüb natamam qismət onun tamıdır. Yuxarıdakı bölən onun məxrəcidir, qalıq isə onun nə olmuş olur? Sürəti olmuş olur. İndi videonu saxlayıb, buradakı sualların cavablarını siz birinci yazıb, sonra mənimlə birlikdə sualların cavablarına baxa bilərsiniz. İndi hər birini gəlin düzgün olmayan kəsirə çevirək. Birincidə deyir ki, 2/4-də 1-i gəl çevirək düzgün olmayan kəsirə. Bu zaman kəsir xəttini çəkirəm. 4 olduğu kimi qalır. 2-ni 4-ə vururam, üzərinə 1 gəlirəm. Bu da verir 9. Gördüyünüz kimi 4-də 9 həm də 2/4-də 1-ə bərabər olmuş olur. Daha sonra ikinciyə, deməli, kəsir xətti çəkirəm. 6-nı məxrəcində yazıram, elə 6 olduğu kimi qalır. 6-nı 8-ə vururam. 6 8-in 48, üzərinə 3 gəlirəm, 51-ə bərabər olur. Yəni 8/6-da 3 həm də bərabərdir 6-da 51-ə. Daha sonra 5/4-də 2-ni düzgün olmayan kəsirə çevirəndə kəsir xəttini çəkirəm. 4 olduğu kimi qalır. 5/4-ün 20, üzərinə 2 gəlirəm, 22. 4-də 22, 5/4-də 2-yə bərabər kəsirdir. Daha sonra 16/2-də 1. 16-nı 2-yə vururam. Bax, 2 olduğu kimi qalır. Yəni, məxrəclər olduğu kimi qalır. 16-nı 2-yə vururam. 32, üzərinə 1 gəlirəm, 33.
Digərinə keçirəm. Deməli, kəsir xətti çəkdim. 8 olduğu kimi yazıldı. 8 9-un 72 üzərinə 3 gəldim. 70 75-ə bərabər olur. Burada kəsir xətti çəkirəm. 4 olduğu kimi qalır. 4 7-nin 28 üzərinə 2 gəlirəm. 30-a bərabər olur. Daha sonra digərinə keçirəm. 4-ü vururam 7-yə. 7-ni vururam 2-yə. 2 7-nin 14. Üzərinə 1 gəlirəm 15. Amma məxrəc olduğu kimi qalır. Sürətdə 15 yazıram. Bərabərdir. 9 8-in, bax 8 olduğu kimi qalır. 9 8-in 72 üzərinə 3 gəlirəm 75. Sonuncuya baxırıq. Məxrəc olduğu kimi qalır. 4 7-nin 28 üzərinə 1 gəlirəm 29-a bərabər olmuş olur. Deməli, biz qarışıq kəsirləri düzgün olmayan kəsirə çevirərkən nə etdik? Məxrəclər olduğu kimi qaldı, kəsir xətti çəkirik, məxrəc olduğu kimi qalır. Sürətdə nə yazırıq? Tamı vururuq məxrəcə, üzərinə də sürəti gələrək sürətin özünə yazmış oluruq. Daha sonra kəsirlərin ixtisarı hissəsinə keçid eləyək. Kəsirlərin ixtisarında yazmışam. Baxın, qayda olaraq dəftərinizdə də qeyd eləyə bilərsiniz ki, kəsirin sürətini və məxrəcini eyni bir ədədə vurduqda və ya böldükdə bu kəsirə bərabər kəsir alınır. Nə deməkdir bu? Məsələn, tutaq ki, görün burada əlavə neçə yazmışam mı? Yox. Tutaq ki, 2-də 1 deyirəm. 2-də 1. 2-də 1-ə məxrəcini də, sürətini də eyni bir ədədə vururam. Hər birini gəlin 2-yə vuraq. Yuxarı, aşağını da 2-yə vuraq. Onda görürsən nə deyir qaydada? Deyir ki, kəsirin sürət və məxrəcini eyni bir ədədə vurduqda, sən sürətini bir dənə ədədə vurub məxrəcini elə saxlaya bilmərsən. Mütləq ki, sürətini də, məxrəcini də eyni bir ədədə vuranda 4 2. Bax, 2-də 1 4-də 2-yə bərabərdir deməkdir. Və yaxud da eyni ilə bunu hər birini məsələn 5-ə vuraq tutaq ki. Onda bunu da 5-ə vurmalıyam. Bu zaman kəsir xətti çəkirəm. 4 5-in 20, 2 5-in 10. Bax 2-də 1, 4-də 2, 20-də 10, nə bilim 40-da 20 bax bu formada. Bunların hər biri bir-birinə bərabər kəsirlərdir. Və yaxud da tutaq ki 15-də 5 yazıram. Mən yalnız burada vurma deməmişəm axı. Bax, vurduqda və ya böldükdə demişəm. Ona görə də bölmə əməlində yaza bilərəm. Məsələn, 15-də 5 həm də hansı kəsirə bərabərdir? Baxıram ki, 15 ilə 5 hansı ədədə hər ikisi də bölünür? 5-in özünə bölünür da, düzdür? 5-i 5-ə bölürəm, onda məxrəci də 5-ə böləcəm. 5-i 5-ə böldüm 1, 15-i 5-ə böldüm 3. Deməli, 15-də 5 həm də 3-də 1-ə bərabərdir. Və yaxud da başqa bir ədəd yazaq. Tutaq ki, 50-də 30. Sıfırlar olanda rahat hər birini 10-a bölərək 5-də 3 kimi yaza bilirik. Yəni, buranı 10-a böldümsə, mütləq ki, buranı da 10-a bölməliyəm ki, ona bərabər bir kəsir alınsın. Daha sonra kəsirlərin toplanılması və çıxılmasında, amma hansı kəsirlərin? Məxrəcləri bərabər olan kəsirlərin toplanılması və çıxılmasında gəlin baxaq, görək necə toplanılır, necə çıxılır. Asandır. Məxrəcləri eynidirsə, məxrəclər olduğu kimi qalır, sürətlər toplanılır və ya çıxılır. Məsələn, 7-də 2-dən çıxıram 7-də 1-ini. Bu zaman məxrəc olduğu kimi qalır, sürətlər də bir-birindən çıxılır. 2 çıxılsın 1 bərabərdir 7-də 1. Gördüyünüz kimi, yəni məxrəclər olduğu kimi qaldı, sürətlərdə biz əməllərimizi sürətlərdə eləyirik. Gəlin nümunələri yazmışam, yenə də videonu saxlayıb, bu nümunələri yazıb, daha sonra videonu işlədə bilərsiniz. Yəni, mənimlə birlikdə həll edə bilərsiniz. Gəlin baxaq. Məxrəclər bərabərdir. Hər birində məxrəc bərabərdir. Bu zaman kəsir xətti çəkirəm. 6 yazılır. 4-ün üzərinə 2 gəlirəm 6. Yəni, 6-da 6 onu bilin ki, bunun özü bölmə əməli, bölmə işarəsi idi axı həm də. Yəni, 6-nı 6-ya bölürəm 1. Birincidə cavab 1-ə bərabərdir. 6-da 6-nı yəni elə saxlaya bilmirik biz. Saxlamaq da olar, amma görsünüz, belə olanda mütləq ki, 6-nı 6-ya bölmək istəyirik. Daha sonra digərinə kəsir xətti çəkirəm. Məxrəc olduğu kimi qaldı. 3-ün üzərinə 1 gəlirəm 4. Baxın, indi burada ixtisarı edə bilərsiniz. Baxıram ki, 18-də 4, hər ikisi də cüt ədəddir. Mən bunu 2-yə bölə bilərəm də, düzdür? Əgər 16-da 4 olsaydı, mümkün qədər ən böyük ədədə bölməliydim. Yəni, 4-ün özünə bölünürdü. Amma burada 18 4-ə bölünmür deyə 2-yə. Birinci 2-dən başlayıram. 2-yə bölünür bu ədəd. Baxıram ki, 4-ü 2-yə bölürəm 2.
18-i 2-yə bölürəm 9. Yəni 18-də 4 həm də 9-da 2 deməkdir. O deməkdir. Daha sonra bura baxıram. Məxrəc olduğu kimi qaldı. 2-nin üzərinə 4 gəldim 6. Baxın, hansı ədədə bölünür bu? Yəni 6 və 9 hansı ədədə bölünür? 6 da 3-ə bölünür. Burada 2 qalır. 9 da 3-ə bölünür. 3 qalır. 9-da 6 həm də 3-də 2-yə bərabərdir. Sonra baxıram. 5-də 4-dən 5-də 3 çıxıram. Bu artıq burada çıxmadı. Məxrəc olduğu kimi qaldı. 4-dən 3-ün çıxdım 1 oldu. Sonra yenə də məxrəc olduğu kimi qaldı. 7-dən 2 çıxıram 5 oldu. Məxrəc olduğu kimi qaldı. 15-dən 2 çıxıram 13 oldu. Gördüyünüz kimi çox rahat. Yəni məxrəcləri eyni olan kəsirlərin toplanması və çıxılması çox rahatdır. Bəs məxrəcləri müxtəlif olan kəsirlərdə biz nə edirik? Məsələn, tutaq ki, 2 üsulla mən hesablayacağam sizin üçün. Məxrəclər əgər müxtəlifdirsə, məsələn, 2-də 4, yox, 2-də 4, düzgün olmayan kəsir yazmayayım da, 2-də 1, üstə gəlinsin, 4-də 3 bərabərdir. Kəsir xətti çəkdim. Bax, istəsəniz bu 2-də 1-i, məxrəcini, bax, burada 2-də axı, məxrəcini 4 də eləyə bilərik. Onun üçün bunu da 2-yə vuracam. Yuxarını da 2-yə vuracam. Bu zaman nə olur? 4-də 2 olur da, düzdür? 2-də 1, 4-də 2 olur. Üzərinə gəlirəm 4-də 3-ü bərabərdir. Məxrəc olduğu kimi qaldı. Sürətlər toplanıldı 4-də 5. İkinci üsul nədir? İkinci üsul, məsələn, tutaq ki, məxrəcləri müxtəlif bir ədəd deyək. 3-də 2, üstə gəlirəm 5-də 4. Məxrəclər müxtəlifdir, necə toplanılacaq? Kəsir xətti çəkirəm. 3-ə və 5-ə ortaq bir bölünən götürürəm. O hansı ədəddir ki, 3-ə və 5-ə bölünəcək. Yəni, baxıram ki, elə 3-ü 5-ə vurub 15 də yaza bilərsiniz. Amma bəzi misallarda, məsələn, elə olur ki, ondan da kiçik ədədlər olur da. Ona görə də, bax, 3-ə və 5-ə vurma cədvəlinə də qoyub baxsanız, görəcəksiniz ki, 3-ün də vurmasında, 5-in də vurmasında 15 ədədinə rast gəlirik. Yəni, 15-i 3-ə bölürük 5 olur, 15-i 5-ə bölürük 3 olur. 15-i yazdım bura, məxrəcinə. Sonra 15-i buradakı 3-ə bölürəm. Neçə edir? 5. 5-i də vururam sürətinə. 5 üçün 10. Üzərinə gəldim. 15-i 5-ə bölürəm. 3. 3 də vurdum. Bax, 4-ə 12. Bunun cavabı olur 15-də 22. Gördüyünüz kimi bu üsul və bu üsul əlverişlidir. Amma sizə bu üsulu məsləhət bilirəm. Çünki elə bir ədədlər olar ki, məsələn, eyni bir məxrəci gətirə bilmərsən. Tutaq ki, burada 2-də 1-dir, burada 4-də 3-dür. 2 ilə 4-ü, məsələn, 2-ni 4-ə biz gətirmək üçün 2-yə vurduq da. Amma elə ədədlər verər ki, məsələn, 2-də 1 olar, bu tərəfdə olar 4-də 3. Yox, 4-də olmasın. 4-ü gətirə biləcəm axı. Neçə ola bilər, məsələn? Başqa deməli 2-də 1 olar, burada da 3-də 2 olar da, məsələn deyirəm. Görsən, bu 2-ni 3-ə necə gətirəcəksən? Ona görə bu ikinci üsul bizim işimizə daha çox yarayır. Daha sonra, bax, burada nümunələr yazmışam. Məxrəcləri müxtəlif olan kəsirlərin toplanılması, bir də çıxılmasına uyğun nümunələr yazmışam. Baxırıq. 7-də 4 ilə 5-də 2-ni topla deyir. Kəsir xətti çəkirəm. 7 ilə 5-ə ortaq bir məxrəc götürsəm, 35-i götürə bilərəm. Ondan aşağı yoxdur çünki. 35. 35-i 7-yə böldüm. Neçə qaldı? 5. Yuxarı 5 yazaq, hələ ki, belə yazaq. 35-i 5-ə böldüm 7. 5-i 4-ə vurdum 20. Üstə gəldim. 7-ni 2-yə vurdum 14. Bunun da cavabı neçə eləyir? 35-də 20 üzərinə 14 gəlirəm. Eləyir 34. Bax, bu qarışıq düzgün olan kəsirdir. Yəni 35-də 34. Çünki məxrəci sürətindən böyük, düzgün olan kəsirdir. İndi baxırıq aşağıdakına. 6 ilə 7-yə ortaq məxrəc 42-ni götürəcəm. 42-ni 6-ya bölürəm 7 qalır. 42-ni 7-yə bölürəm 6 qalır. 7 4-ün 28, üstə gəl 6 1-in 6 bərabərdir. 42-də 28-in üzərinə 6 gələndə neçə eləyir? 34. Deməli, bax, bunları 42 ilə 34-ü ixtisar apara bilərsiniz. Özünüz, məsələn, 2-yə apara bilərsiniz də. 34 də 2-yə bölünür, 42 də 2-yə bölünür. Daha sonra keçirik digərinə. 16 ilə 4.
Baxın, biz fikirləşirik ki, 16 ilə 4-də ortaq məxrəc 64-ü götürə bilərik və yaxud da başqa hansısa ədəd götürə bilərik. Elə 16-nın özünü yaza bilərik də bura. Çünki 16 4-ə elə özü bölünür. 16-nı 16-ya bölürəm. Bax, buradakı 16-ya bölürəm 1. 1-i vururam 8-ə 8. Üzərinə gəlirəm. 16-nı 4-ə bölürəm 4. 4-ü vururam bu 2-yə 8. Bərabərdir 16-da 16. Onun da qiyməti verir neçə? 1. Çünki 16-nı 16-ya bölmək deməkdir həm də 16-da 16. Deməli, baxırıq burada. Deməli, 12-də 9-dan çıxırıq 10-da 4-ünü. 12 ilə 10-a ortaq məxrəc məncə 60-ı götürə bilərik. 60-ı 12-yə bölürəm 5. 5 9-un 45. Çıxdım. 60-ı 10-a bölürəm 6. 6-nı 4-ə vururam 24. Bərabərdir. 60 olduğu kimi qalır. 45-dən də 24 çıxıram. 21-ə bərabər olur. 60-da 21 bizim bax bu kəsirimizin cavabıdır. Daha sonra 6-da 5-dən 2-də 1 çıxıram. Kəsir xətti çəkirəm. Ortaq məxrəc 6. 6-nı 6-ya bölürəm 1. 1 dənə 5-im 5 çıxdım. 6-nı 2-yə bölürəm 3. 3-ü 1-ə vururam 3. Bərabərdir. 6 olduğu kimi qalır. 5-dən 3-ünü çıxıram 2. 6-da 2-ni həm də biz ixtisar apararaq 2-yə necə yaza bilərik? Yuxarını da 2-yə bölürük. Bax, bölürük. Aşağını da 2-yə bölürük bu zaman. 1, burada da 3. Yəni 3-də 1-ə bərabər olur. İndi bu misalımıza baxırıq. Deməli, 7 ilə 8-ə ortaq məxrəc 56-nı götürək. 56-nı 8-ə bölək 7, 7 5-in 35. Çıxdım. 56-nı 7-yə böldüm 8, 4 8-in 32. Xətt çəkdim. 56 olduğu kimi qalır. 35-dən 32 çıxıram. 3-ə bərabər olur. Deməli, gördüyünüz kimi məxrəcləri müxtəlif olan kəsirlərin toplanılması və çıxılmasında hesablama metodumuz bu formada olacaq. Daha sonra qarışıq ədədlərin toplanılması və ya çıxılmasına baxırıq. Gördüyünüz kimi, deməli, qarışıq ədədlərin toplanılması və çıxılmasında bir dənə gəlin qarışıq ədəd yazaq, sonra onların üzərində toplama həm də çıxma əməllərini yerinə yetirmiş olaq. Tutaq ki, 7 tam 4-də 3-dən 4-də 3-ün daha doğrusu üzərinə gəlirəm 6 tam 3-dən 1-ini. Bərabərdir. Bu zaman gördüyünüz bu tamlar bir toplanılacaq. Daha sonra da məxrəcləri müxtəlif olan kəsirlər necə toplanılırdısa o formada toplanılmış olacaq. 7 ilə 6-nı toplayıram, eləyir neçə? 13. Kəsir xətti çəkirəm. 4 ilə 3-ə ortaq məxrəci neçəni götürürəm? 12-nin özünü götürürəm. 12-ni 4-ə bölürəm 3, 3-ü vururam 3-ə 9. Üzərinə gəldim. 12-ni 3-ə bölürəm 4, 4 1-in 4. Bərabərdir 13 tam, 12-də 9-dan 4 topladım, elədi 13. Daha sonra 5 tam 4-də 2, üstə gəlinsin 2 tam 2-də 1. Bərabərdir. 5 ilə 2-ni 1 toplayıram, 7, kəsir xətti çəkirəm. 4 ilə 2-yə ortaq məxrəc ilə 4-ün özü, 4-ü 4-ə bölürəm 1, bir dənə 2-ni 2, üstə gəlirəm, 4-ü 2-yə bölürəm 2, 2 1-in 2, bərabərdir. 7 tam 4-də 4. Bu da bərabər olur. Neçə verir? Bax, 7 tamın özü ilə tam yazırıq, bərabər, üstə gəlirik. 4-ü 4-ə bölürük, neçə olur? 1 olur. Düzdür? Bunun cavabı olacaq 8. Gəlin ona uyğun nümunələr burada yazmışam. Yenə də videonu saxlayıb nümunələri hesablayıb yazıb sonra mənimlə birlikdə yoxlaya bilərsiniz. Baxırıq burada birinci suala. Yaxınlaşdırım daha dəqiq olsun. Deməli 7 ilə 6-nı topladım. Elədi 13. Kəsir xətti çəkdim. 4 ilə 3-ü ortaq məxrəc 12, 12-ni 4-ə böldüm 3, 3-ün 9, üstə gəl, 12-ni 3-ə böldüm 4, 4 1-in 4. Elə bayaqçı nümunədir ki, bərabərdir 13 tam 12-də 13. Bu birinci. Daha sonra keçirik ikinci suala. Tamları toplayırıq. 6 ilə 1-i topladım, verdi 7. Xətt çəkdim. 2 ilə 8-ə ortaq məxrəc elə 8-in özü. 8-i 2-yə bölürəm 4. 4-ü 1-ə vururam 4. Üstə gəl. 8-i 8-ə bölürəm 1. 1-i 2-yə vururam 2. Bərabərdir 7 tam 8-də 6. Sonra 3 ilə 5-i topladım 8 verdi. Kəsir xətti çəkdim. 4 ilə 3 ortaq məxrəc 12 elədi. 12-ni 4-ə böldüm 3. 3 1-in 3. Üstə gəlinsin. 12-ni 3-ə böldüm 4. 4 2-in 8.
bərabərdir. 8 tam 12-də neçə verir? 11. Daha sonra indi çıxılmasına baxırıq. Çıxılmasında deməli 7 tam 4-də 1-dən 6 tam 3-də 2 çıxacaq. 7 ilə 6-nı çıxıram, 1 qalır. Kəsir xətti çəkirəm. 4 ilə 3-ə ortaq məxrəc 12. 12-ni 4-ə böldüm 3. 3-ü vururam. Bax, buradakı 1-ə 3. Çıxılsın. 12-ni 3-ə böldüm 4. 4 2-ni 8. İndi burada böyükdən kiçiyi çıxmaq kimi görsənir. Amma mən sizə həll etmə metodunu bu formada göstərmiş oluram. Daha sonra belə bir misal var. Deməli 7-dən çıxıram 4-də 2-sini. Bax, necə çıxılır? İndi onu deyəcəm. Baxın, əgər 7-dən 4-də 2-sini çıxmaq istəyirəmsə, bax bu 7-ni 1 vahid artırıram, olur 6. Sonra kəsir xətti çəkirəm. Bunun məxrəcinin 4-dürsə, buna 4-də 4 kimi yazıram. Niyə görə? Baxın, müəllimlər. Deməli, bu 7-dən birini çıxanda 6 qaldı, düzdür? Mənə lazımdır 1-i mən tamamlamaq. 1-i necə tamamlaya bilərəm ki, 7-yə bərabər olsun da? Bu məxrəcinə uyğun. 4-də biz belə bir misallar yazırdıq. 1 çıxılsın, məsələn, 4-də 2 bərabərdir. Bu 1-i necə yazırdıq? 4-də 4 kimi yazırdıq ki, 4-ü 4-ə böləndə 1 alınsın da, düzdürmü? Ona görə 4-də 4-dən 4-də 2 çıxmış olacaq. Bax, ona görə elə yazıram. Yəni, onu 1 vahid azaldıram. 7-ni 1 vahid azaltdım. Elədi neçə? 5, 6. Baxın, 7-ni 1 vahid azaltdım, oldu 6. Oradakı qalan biri də 4-də 4 kimi yazdım. Çıxıram 4-də 2-sini. Bərabərdir. 6 olduğu kimi qalır, yəni tam. 4-də məxrəcləri eyni olan kəsirlər necə çıxılırdı? Məxrəc olduğu kimi qalırdı, sürətlərdə bir-birindən çıxılırdı. 4-dən 2 çıxdım, 2. 6-dan 4-də 2. Bax, burada da eyni şey. Yəni 5-dən çıxıram 2-də birini, yox, 6-dan çıxıram 2-də birini, 5 kimi yazıram. 5-dan 2-də 2 kimi yazıram bunu. Çıxıram 2-də birini. Bərabərdir. 5 qalır yerində, 2-də 1. Sonra 9-dan 8-də 3-ünü çıxmaq üçün 9-u 1 azaldıram, 8 yazıram və 8-də 8 kimi yazıram. Yəni 8 tam 8-də 8-dən çıxıram, 8-də 3-ünü. Tam olduğu kimi qalır. 8 də məxrəcdə olduğu kimi qalır. 8-dən də 3 çıxıram, 5 qalır. Bax, bu formada hesablanmış oldu. Daha sonra kəsirlərin vurulması və bölünməsinə baxırıq. Deməli, kəsirlərin vurulmasında sürət sürətə vurulmalıdır, məxrəc də məxrəcə vurulmalıdır. Bölünməsində isə birinci kəsir olduğu kimi qalır, digəri tərsi kimi yazılır, daha sonra vurulur. Nümunə yazaq, gəlin. Məsələn, kəsirlərin, tutaq ki, 2-də 1-i, 2-də 1-i. Vururam 5-də 2-yə. 5-də 2-yə vururam. Bax, məxrəc məxrəcə, sürət sürətə vuruldu. 5 2-nin 10, 2 1-in 2. Oldu 10-da 2. Məxrəci, yəni məxrəcə vurduq, sürəti sürətə vurduq. Daha sonra, tutaq ki, 9-da 4 yazıram, vururam 6-da 5-ə. 6 9-un 54, 5 4-ün 20. Görürsən, məxrəc məxrəcə, sürət sürət. İndi buradan da ixtisar apara bilərsiniz 2-yə, 20-ni 2-yə 10, 54-ü 2-yə 27. Baxın, 27-də 10 kimi yazmaq olar. Və yaxud da 2-də 1 vurulsun 8-də 5 bərabərdir. 2-ni vururam 8-ə 16, 5-i vururam 1-ə 5. 16-da 5 kimi yazmaq olar. Bəs bölmədə nə edirik? Burada yazmışam ki, birinci kəsir olduğu kimi qalır, digəri tərsi kimi yazılır. Məsələn, bölmə zamanı tutaq ki, 16-da 5-i bölürəm neçəyə? 3-də 2-yə bərabərdir. Birinci kəsir olduğu kimi qalır. 16-da 5. İkinci kəsir onun tərsi kimi yazılır, amma vurulur bu dəfə. Yəni 3-də 2 yox, 2-də 3 kimi yazılır. Bərabərdir. 16-nı 2-yə vururam 32, 5-i 3-ə vururam 15. 32-də 15. Başqa bir nümunə yazaq. Tutaq ki, 8-də 4 bölünsün 3-də 2. Düzdürmü? Birinci kəsir olduğu kimi qaldı. Yəni 8-də 4 kimi yazıldı. İkinci kəsir onun tərsi kimi yazılır. Bu dəfə vurulur amma. 2-də 3. Bərabərdir. Baxın, burada istəsəniz ki, əgər ixtisar olunma bir şey varsa, ixtisar olunmalı. Onu ixtisar eləyirik. 4 ilə 2 ilə 2-nin özünə gedir. Burada 2 qalır, burada 1 qalır. 8-i 1-ə vururam. 8, 2-ni 3-ə vururam 6. Başqa bir nümunə yazaq. 8-də 4, 4. Bu dəfə gəlin bölək.
Bölək. Qarışıq kəsir yazaq bura. 3/2-1-ə. Bax, 8-də 4-ü 3/2-1-ə bölək. Elə vurulmasını da deyəcəm, indi bölünməsini yazdım. Vurulmasını da deyərəm. Birinci kəsir olduğu kimi qaldı. İkinci kəsiri, kəsir xətti çəkirəm. Buradakı qarışıq kəsiri düzgün olmayan kəsirə çevirərək yazıram. Yəni 3-ü 2-yə vururam, 6. İndi gəl belə bölmə yazaq. 6, 6-ın üzərinə 1 gəldim, 7. Yəni 2-də 7-yə. 8-ə 4-ü 2-də 7-yə bölürəm. Bu zaman birinci kəsir olduğu kimi qalır, ikinci kəsir onun tərsi. Yəni 7-də 2 kimi yazılır. Bərabərdir. 4 2 8, 7 8-in 56. 56-da 8, bu da verir bizə neçə? 7-də 1 kimi. Yəni ixtisar olunur 8-in özünə. Daha sonra bir dənə də nümunə yazaq. Nə yazaq? Tutaq ki 16-da 5 bölünsün 7/2-də 1 bərabərdir. 16-da 5 yazıram bura, bölünsün. 7/2-də 1-i 7-ni 2-yə vuram 14, üzərinə 1 gələm 15. Yəni 2-də 15 kimi yazıram. Bəs vurma zamanı nə edirdik? Birinci kəsir olduğu kimi qalırdı, ikinci kəsir onun tərsi kimi yazılırdı. 15-də 2 bərabər. 15 ilə 5 ixtisar getdi 3-ə, 5-in özünə, aşağıda qaldı 3, yuxarıda 1 qaldı. 16-nı 3-ə vururam. 48, 2-ni 1-ə vururam, 2. 48-də 2, bu da 24-də 1-ə bərabərdir. 24, 2-nin özünə ixtisar gedir. Bəs vurulması zamanı nə edirik? Vurulmasında da lap asan, eyni qaydadır. Tutaq ki, 16-da 5-i ilə vuraq gəlin 7/2-də 1-ə. Eyni ilə olduğu kimi, 16-da 5 olduğu kimi qaldı, vururam. 2, 7-dən 14 üzərinə 1 gəldim 15. 2-də 15-ə. Da götürüb tərsini yazmıram. Çünki vurmadır. 16-nı 2-yə vururam 32. 5-i 15-ə vururam 75. Buradan bu düzgün olmayan kəsiri qarışıq kəsirə də çevirə bilərsiniz. Qarışıq kəsirə də çevirmək üçün nə edirdik? 75-i 32-yə bölərək, bax, natamam qismət onun tamı idi. Bunun özü məxrəcdə idi. Buradakı qalıq isə sürətdə yazılmış olurdu. Onluq kəsirlərin indi onluq kəsirə çevrilməsinə baxırıq. Kəsirləri onluq kəsirə çevirmək üçün nə edirik? Bəs hansı kəsirlərdən söhbət gedir? Bax, birinci növbədə ona baxırıq. Məxrəcləri 10 olan, 100 olan, 1000 olan, nə bilim 10.000 olan kəsirlərdən söhbət gedir. Bax, kəsirləri onluq kəsirə çevrilməsi. Bax, məxrəcləri yazıram, məxrəcləri. 10, 100, 1000, nə bilim mən 10.000 və s. Yəni sonunda sıfırlar olsun da, belə deyim. İndi bax, bu məxrəcləri əgər tutaq ki, yazıram 10-da 2. Sonra 100-də 30, 100-də 3 olsun, yaxşı. 1000-də 4. 10.000-də 7. İndi baxın, bu kəsirləri onluq kəsirə çevirmək üçün, bax, bunların tamında nə var? Biz burada tamda heç nə görmürük. Tam burada olmalıdır, burada da heç nə yoxdur. Ona görə 0 tam deyirik buna. Virgülü atırıq. 10-da 2 demək, onun yanında neçədən 0 var? Bir dənə 0 var. Elə 2-nin özünü yazsaq, 10-da 2 hesablanmış olur. Yəni 10-da 2 səsləndiririk biz onu. Keçirik 100-də 3-ə. 0-dır da, burada 0-dır. 0 tam. 100-də 3 demək, bax, 1-in yanına isə 0 var. 2 dənə 0 var. Yəni 2 dənə rəqəm yazılmalıdır vergüldən sonra. Biz götürüb bura 3 yazsaq, düzgün olmayacaq. Çünki bir dənə daha. Biz bu 2 rəqəmi burada bərpa etmək üçün təbii ki, 0-dan istifadə edirik. Buna biz deyirik 0-dan 100-də 3. 1000-də 4 də həmçinin. 0 tam 3 dənə rəqəm var deyə, burada 3 dənə 0 var deyə, daha doğrusu. Mütləq ki, vergüldən sağda 3 dənə rəqəm olmalıdır. Yəni 4-ü yazıram, 3 rəqəmi bərpa etmək üçün qarşısına 2 dənə 0 qoyuram. Bax, eyni ilə burada da 0 tam, burada 4 dənə rəqəm var, ya 4 dənə 0 var. Ona görə 7-ni yazıram, 1, 2, 3 dənə də 0 yazıram. Amma 7-dən əvvəl yazıram da, çünki bizim 0 ilə başlayan ədədimiz olmadığı üçün, yəni 0-ları ora nə qədər artırsaq, ədədin özünü 7 olaraq qalacaq. Bildiniz necə? Biri var, 0, 7, biz 0,7 demirik ki.
O maşınlara deyilir də, yəni 07. Və yaxud da 007 demirik ki. Deyirik 7-dir də bu. Amma biz bu 7-ni sıfırlarını bu tərəfdə yazsaq, təbii ki, dəyişəcək. Olacaq 700 və yaxud da bir dənə 0 yazsaq 70 olacaq. Onun üçün buradakı rəqəmi rəqəm sayını müəyyən etmək sıfırlarla bağlıdır. Yəni, məsələn, əgər vergüldən sonra tutaq ki, %32 yazmışam da, düzdür? Görürəm ki, birdən sonra 2 dənə 0 var, düzdür? Burada da 2 dənə ədəd var. Deməli, 0-a ehtiyac yoxdur. Yazıram 0,32. Elə 2 dənə rəqəm burada bərpa olunmuş oldu da. Neynirəm mən burada 0 yazıram? Yox, əgər mən burada 0 yazsam, artıq 1000-32 demiş olacam. Çünki 1000-in 3 dənə 0-ı var. 1000-32 yazsam, bax, bu formaya düşmüş olacaq. Və yaxud da 0 tam, indi gəlin onluq kəsiri çevirək kəsirə, normal kəsirə. Məsələn, 0 tam %34. Necə yazırıq? Baxıram ki, 2 dənədirsə, deməli %34-dür bu. 3 dənə olsa 1000-340-dır bu. 340-dır bu. Bildiniz necə? Məncə bu aydın oldu. Elə bir çətin çünki dərs deyildi. Adi kəsirləri indi biz bildik ki, məxrəcində 10, 100 və ya 1000 olanda belə olur da, düzdürmü? Bəs kəsiri biz necə onluq kəsirə çevirə bilərik? Kəsiri necə onluq kəsirə çevirə bilərik? Məsələn, 4-də 3-ü biz necə onluq kəsir kimi yazaq? Burada məsələn, yuxarıda biz demişdik ki, məxrəcində 10, 100, 1000 olanda rahat idi də bizim üçün. Amma məxrəcində 10, 100, 1000 olmasa necə olar? Yaxşı. Tutaq ki, məxrəcdə 4-dür. Heç 10 deyil, 100 deyil, 1000 deyil, 4-dür də. Onun üçün biz baxırıq ki, bu 4-ü necə 10-a və yaxud 100-ə və yaxud da 1000-ə qaldıra bilərik? 4 10-a qalxa bilməyəcək. Çünki hansı ədədi 4-ə vursam 10 eləmir. Amma 100-ə qaldıra bilərik. Onun üçün 4-ü neçəyə vurmalıyam? 4-ü 25-ə vursam 100 eləyər də, düzdür? Onda 3-ü də vuracam 25-ə. Bu zaman %75 olacaq. Yəni 4-də 3. Həm də nə deməkdir? 0 tam %75 deməkdir. Bir-birinə bunlar nədir? Bərabərdir. Daha sonra nə yazaq bura? Və yaxud da 5-də 3. 5-də 3 rahatdır. Baxıram ki, məxrəci 10-a gətirə bilirəm də. Bunun üçün aşağını da 2-yə vurmam lazım, yuxarını da 2-yə vurmam lazım. 5-i 2-yə vurdum 10, 3-ü 2-yə vurdum 6. Buna biz onluq kəsir forması deyəndə tamında 0 var deyə, yəni yoxdur heç. Ona görə 0 tam yazırıq. 10-da 6-da birdən sonra bir dənə rəqəm var, elə bir dənə rəqəm yazırıq. %6 olsaydı bir sıfırla bərpa eləmiş olardıq. Bu formada hesablanır. Bəs bölünməyən və ya vurma zamanı məxrəcində 10, 100, 1000 tipli ədədlər olmasa nə etmək lazımdır? Məsələn, heç elə bir ədəddir ki, nə onun məxrəcini 10-a gətirə bilirsən, nə 100-ə gətirə bilirsən, nə də 1000-ə gətirə bilirsən. Düzdürmü? Olur da eləncə kəsirlər. Məsələn, tutaq ki, elə kəsirlərimiz var ki, heç nə eləsən də məxrəci nə 10, nə 100, nə 1000 ola bilmir. Və yaxud da nə də 10.000 ola bilmir. Bu 5-i rahatlıqla ona biz gətirə bildik. Sonra yuxarıda bu 4-ü rahatlıqla 100 eləyə bildik. Amma elə bir kəsir olar ki, sən onu heç birinə nə 10-a, nə 100-ə, nə 1000-dən əvəz eləyə bilmirsən. Məsələn, 6-da 2 kimi. Sən 6-nı nə 10 eləyə bilmərsən. Yəni, neçəyə vursan nə 10 olmayacaq, nə 100 olmayacaq, nə 1000 olmayacaq, nə 10.000 olmayacaq, nəsə də sonu sıfırla bitən bir ədəd olmayacaq. Onun üçün nə etməlisən? Bu kəsiri onluq kəsir kimi yazsaq necə yazırıq? Baxın, 2-ni gəlin kəsir xətti ilə 6-ya bölək. 2-ni kəsir xətti ilə 6-ya bölək. Bax, burada yuxarıda məsələn 5-də 3-dür da, düzdür? Bax, bu 5-də 3-ü 3 bölünsün 5 deməkdir də bu. Biz bu cavabı necə aldıq? Baxın, 3-ü 5-ə böləndə baxıram ki, 3 5-ə bölünmür. Mütləq ki, bura bir 0 atmalıyam və vergül atmalıyam. Yəni 0 dəfədir. 3-ün içində 5 yoxdur. 0 atanda, vergül atanda bura bir 0 ata bilirəm. 30-un içində 5 6 dəfə. 5 6-ın 30, burada qaldı 0. Mən rahatlıqla 0,6 yaza bildim bura. Yəni heç bu məxrəci 10, sürəti 6 eləməsək belə, kəsirlə, yəni ağaclı bölməklə hesablasam, yazsam,
0-dan 10-da 6-nı rahatlıqla ala bilirəm. Amma burada 6 2-ni mən hesablamaq üçün 2-ni 6-ya bölməliyəm, düzdür? İkincisində 6 0 dəfə virgülü atdım. Onun üçün bura bir 0 da atdım. 20-nin içində 6 neçə dəfədir? 3 dəfə. 3 6 18. 20-dən 18 çıxdım 2. Yaxşı, yenə də bir dənə 0 ataq. 20-nin içində 6 3 dəfə. 3 dənə 6 18. Oldu 20. Görürsünüz? Yəni bu 3 dövr eləyə gedəcək. Bunun üçün biz onu onluq kəsir formasında yazsaq 0 tam virgül yazıram. Dövrdə 3 kimi yazmış olacaq. Dövrə düşdüyü üçün dövrə onluq kəsir adlanır. Artıq biz bunu dövrə onluq kəsir deyirik. O da nə miqdə, nə sertifikasiyada, yəni ibtidai üzrə bu düşmür. Yəni dövrə onluq kəsir bizim proqramımızda yer almır. Sonra gəldik ən gözəl hissəsinə, ədədin hissəsinin tapılması. Biz baxacağıq ədədin hissəsinin tapılmasına, sonra hissəsinə görə ədədin tapılmasıdır. Daha sonra bir də hissənin hissəsinin tapılması da var. Yəni suallar zamanı, məsələlər zamanı qarşımıza çıxan tiplərdə bir də görürsən ki, hissənin hissəsinin tapılmasına aid nümunələr verib. Necə yazacaq? Baxın, ədədin hissəsinin tapılması nədir? Ədədin hissəsini tapmaq üçün həmin ədədi hissə göstərən ədədin məxrəcinə bölürsən, sürətinə vurursan. Məsələn, nümunələrlə deyəcəm. Tutaq ki, 12-nin 3-də 2 hissəsini deyir. 12-nin 3-də 2 hissəsi. 12-ni 3-ə bölürəm, vururam, bax 2-yə. 12 bölünsün 3, vurulsun 2. Bərabərdir. Neçə? 12-ni 3-ə böldüm, 6, 2, 6. Yox, 12 3-ə böldüm 4, 2 4-ün 8. Deməli 8-dir. Bu da nə deməkdir? Bax, belə bir hissədir, hissədir. Bunu 12-dir də, buna biz 12 deyək. Bunu 3 yerə bölürəm. Bu 3 yerə bölürəm. Hərəsinə nə qədər düşür? 12-ni 3-ə böldüm. 4, 4, 4. Və bu hissədən, 3 hissədən ikisini götürürəm. İkisini götürürəm. Görürsən, 8-i verdim. Və yaxud da deyirəm ki, bu tərəfdə yazaq. Deyirəm ki, 24-ün 6-da 5 hissəsi bərabərdir. Bu zaman belə bir 24 düşünün. Bunun hamısı 24-dür də. Bunu biz 6 yerə bölək. 1, 2, 3, 4, 5, 6 yerə bölək. 24-ü 6 hissəyə bölsəm, hərəsinə nə qədər düşəcək? 4, 4. Bax, 4, 4. Hər birincisi 4 olacaq. Və bunun 5-ini götürürəm. Hamısını yox. 24-ün 6 hissəyə böldüm. Hərəsinə 4 düşdü və 5-ini götürdüm. 4-ü də vurdum nəyə? 1, 2, 3, 4, 5-ə. 20 elədi. Görək 20 verirmi yuxarıda? 24-ü 6-ya bölürəm. Bax 24-ü 6-ya bölürəm. 5-ə vururam. Bu da eləyir 20. Verir. Bəli. Bu deməkdir. Ədədin hissəsinin tapılmasında ədədi kəsirin məxrəcinə bölürsən, sürətinə vurursan. Gəlin nümunələrə bir yerdə baxaq sizinlə. Deyir ki, 27 ədədinin 3-də 2 hissəsi. Təbii ki, 27-ni böləcəm 3-ə, vuracam 2-yə. Bu verir 9, 2, 9-un 18. Gördüyünüz kimi 18-ə bərabərdir. 36-nın 9-da 4 hissəsi. 36-nı belə deyək, 9-a bölüb 4-ə vuracam, verəcək 16. Yəni 36-nın 9-a 4, 4-ü 4-ə 16. 100-ün 2-də 1 hissəsi. 100-ün 2-də 1-i nə deməkdir? Tam deməkdir, yəni yarı hissəsi deməkdir. 100 tamdır, onun yarısını istəyir məndən. 100-ü 2-yə böləcəm, vuracam 1-ə, verəcək 50. Bax, bu formada hesablanacaq, çox-çox rahatdır. İndi hissəsinə görə ədədin tapılmasında nə idi? Hissəsinə görə ədədi tapmaq üçün, bax, həmin ədədi hissə göstərən ədədin sürətinə bölürsən, sonra məxrəcinə vurursan. Gəl nümunələrin üzərində qoy izah edeyim, daha aydın olsun. Deməli, deyir 5-də 2 hissəsi 16 olan ədəd. Hamısı 16 deyil, ha. 5-dən 2 16-dır. Bax, hissə əvvəldə gəlirsə, deməli sənə deyir ki, hissəsinə görə ədədi tap. 5-də 2 hissəsi 16 olan ədədi 16-nı 2-yə bölüb 5-ə vurursan və yaxud da 16-nı 5-ə vurub 2-yə bölürsən, fərqi yox. 16-nı 2-yə bölüb 5-ə vursam 40 verəcək. Deməli, ədədim tamı 40-dır, 5-də 2-si 16-dır. Gəl elə 40-ın 5-də 2-sini tapaq. Bax,
Bu hissəsinə görə ədədin tapılması. Bu ədədin hissəsinin tapılmasıdır. 40-ı 5-ə böldüm 8, 8-i vurdum 2, 16. Görsən, 5-dəki hissəsi 16-dırsa, hamısı 40-a bərabərdir. 9-da 8 hissəsi 320 olan ədəd. 320-ni bölürəm 8-ə, vururam 9-a. Bərabər. 328-ə böldüm 40, 40-ı da 9-a vurdum 360. Deməli, bu ədəd 360-dır ki, onun 9-dan 8 hissəsi 320-yə bərabərdir. 6-da 3 hissəsi 60 olan ədəd. Deməli, 60-ı 3-ə bölürəm, vururam nəyə? 6-ya. 60-ı 3-ə böldüm, elədi 20, 20-ni 6-ya vurdum, 2 aldım 12, yanında dən 0, 120. Ədədin 6-da 3-ü 60-dır. 6-da 6-sı 120-dir. O deməkdir. 6-da 6 nədir? Tamdır da, yəni bütövi 120-yə bərabərdir. İndi isə hissənin hissəsinin tapılmasıdır. Nədir bu hissəniz? Bax, ona uyğun bir məsələ yazmışam. Qarşınıza çıxa biləcək tiplərdən bir məsələdir. Deyək kisədəki şəkər tozunun 4-də 3-ünün 6-da 5 hissəsi satılır. Deməli, kisədəki şəkər tozunun 4-də 3-ünün 6-da 5. Yəni, hissənin hissəsi satılır. Bax, o deməkdir. Bu zaman 4-də 3-ü vuracam 6-da 5-ə. Deməli, hissənin hissəsini tapmaq üçün ədədi bir-birinə nə etmək lazımdır? Vurmaq lazımdır. Bu zaman nə edirəm? 6-nı 4-ə vururam, 24, 3 5-in 15. Düzdürmü? 24-də 15. Və yaxud da gəl ixtisar aparaq. Bax, burada ixtisar gedir, gözümüzdən yayınmasın. Çünki ixtisar aparanda daha rahat məsələn hesablamaq olur da. 4-də 3-dən 6-da 5-i. Baxıram ki, burada 6 ilə 3-ü ixtisar aparmaq olur. 3-ün özünə. Burada 2 qalır, burada 1 qalır. İndi rahat yazıram. 4-ü vururam 2-yə 8, 1-i vururam 5-ə, bir dənə 5-in 5. Bax, 8-ə 5-i neynədir? Satıldı. Yazıram bura, satılır. Düzdürmü? Nə qədər qalır? Yaxşı. 8-dən 3-ü qalır. Qalır. Həmin bu 8-də 3 qalırsa, deməli, qalan hissə də burada deyir ki, 27 kiloqramdır. Deməli, hissəsinə görə ədədini tapırıq. Burada hissənin hissəsini tapdıq. Bax, görürsünüz, hər biri bizim bütün məsələlərdə işimizə yarayır. Burada hissənin hissəsini tapdıq. Burada isə hissəsinə görə ədədi tapdıq. Bax, 8-də 3 hissəsi, məsələmiz yeni bir hal aldı. Bax, 8-də 3 hissəsi neçə olan ədəd? 27 olan ədəd. 27 olan bir ədədi tapın. 8-də 3 hissəsi 27 olan ədəd tapın. Neynirdik? 27-ni 3-ə bölürdük, vururduq 8-i. 27-ni 3-ə böldüm. 9, 9-u da vurdum 8-ə, 72-yə bərabər olmuş oldu. Deməli, mənim deyir, əvvəlcə kisədə nə qədər şəkər tozu vardı? Mənim məsələmin cavabı 72-yə bərabər. Əvvəlcə 72. Gəlin yoxlamasını aparaq. 72-nin deyir, şəkər tozunun 4-də 3-ü satıldı. 72-nin 4-də 3-ü nə qədərdir? 72-ni 4-ə böldüm. 1, 8. Bunu da 3-ə vurdum. 3, 8, 54-ə bərabər. Həmin 54-ün 6-da 5-i satıldı. 54-ü 6-ya böldüm. 9, 9, 5-in 45. Bu 45 satılıb 27-də qalıb. Görək 45 ilə 27 bizə 72 verirmi? 5 ilə 7 elədi 12, 1 yadda. 4 ilə 2, 6, 1 də 7. Gördüyünüz kimi 72. Ümumi 72 imiş ki. Bunlardan ümumi 45 satılıb 27-də qalıb. Bax, həmin o 27, bu 27-dir. Qalmadı ki? Yox, qalmayıb. Deməli müəllimlər. Bizim bugünkü kəsrə aid olan izahımız bu qədər. Ümid edirəm ki, yadımdan çıxan, yəni unutduğum bir şey qalmadı. Hər birini qısa da olsa izah eləmiş oldum. Növbəti izahlarımda inşallah görüşənə qədər sağ olun.